Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası baş tutdu. Baş üstə. Ana! Düz deyirsən. Güllücə. Yox. Başqa əmriniz yoxdur, mən gedə bilərəm. Mədəniyyət Ocağında bu dəfə Şarl Perronun Küllücə nağılı əsasında hazırlanan Büllur Başmaq tamaşası yeni formatda təqdim olundu. Siz kimsiniz? Mən? Pəri, yoxsa mənə qalmadım. Doğrudan da siz mövcudsunuz. Ben mövcudum. Bir mənə diqqətlə bax, mən heç uydurmayapsınam. Mən parlayam balqazım, sihirli çubuğum, gözəl ayaqqabılarım. Mənim buradayım, sənə sanlarla pərlər barəsində, onların mövcud olması barəsində danışardım. Amma sən bugün şənliyə getməlisin. Kral obrazındayım. Tam fərqli bir obrazdır. Yəni bu nağıl hamı məsələn maraqla izləyib, oxuyub vaxt ikən zamanında bunun filmlərdə olub, tamaşalarda olub. Və yeni bir formatdadır bu tamaşa. Çox maraqlı bir tamaşadır. Ögey bacını oynayıram, böyük bacısıdır və biraz fərqlidir. Çox da qəlbi pis deyil. Yəni biraz istəyir yaxşı olsun, amma bu ana bacı ilə yaxşı olmaq mümkün deyil. Bu tamaşada mənim obrazım Cənab Bom obrazıdır. Hansı ki bu obraz tamaşaya sonradan əlavə olunub, zamanı ifadə edir və diqqət etsəz üstündə 4 dənə saat var, biri də kürək var. Bu obraz keçmişdə olan hadisələri, keçmiş zamanı göstərən saat təmsil edir. Gələcəyi, alın yazımızı bu saat təmsil edir və yaxşı xəbərlər, pis xəbərlər. Kral Sarayının idarə etməsini eləyən bir general rolunu oynayıram. Bir 3 aya yaxın məşq elədik. Bir hissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanovadır. Senin hayatın değişecek. Benim güzel balım. Şenliği şenlenebilirsin. Sen şenlenmeyi çok yavaşsın. Çox təşəkkür edirəm. Mən ilk müştəriyə olsam. Git. Mən düşündüm ki, indiki uşaqlar da dəyişib. Yəni bizim balaca vaxtlarımızdan indiki uşaqların zehni tamam başqa cür işləyir və onları tamaşaya maraq qatmaq üçün yeni obrazlar və istər-istəməz də yeni bir mesajlar qatmalıydıq ki, yəni uşaqlara inandırmalıydıq ki, həyatınızda baş verən sehir, möcüzə sizin öz əlinizdədir. Sizə sadəcə biz indi pəri obrazında, yəni onların valideynlərini, onların nənələrini, babalarını göstərək, yəni onlar sizə kömək ola bilərlər. Sadəcə kömək ola bilərlər. Qalan hər şey sizin öz əlinizdədir və möcüzələrə inanın. Fərqli formatda nümayiş olunan səhnə əsəri balaca qonaqların marağını, diqqətini və zövqünü oxşamağı bacardı. Nə öyrətdi sənə bu tamaşa? Mehriban olmağı, kobudluq eləməməyi. Burada çox qəşəngdir. Obrazlar, filmin mövzusu çox qəşəngdir və maraqlı idi. Mən bura gəldiyim üçün çox xoşbəxtəm. Bu tamaşa çox maraqlı idi mənə. Çox bəyəndim. Nə xoşuna gəldi ən çox? Prenseslər.